Salam, vaxtınız xeyir olsun. Bugün Met ve Sertifikasiya Marafonu adlı bir PDF var. Oradan ikinci sual sizlə bölüşmək istəyirəm. Öncelikle məsələyə diqqət yetirsək, baxarıq ki, deyir, sürtünməsi masada ortasında bir deşik olub, MX və Y kütləli X ölçüsünə bir ipin ucuna bağlanıb. Y cismi masa üzərində fırladılarkən X cismi şəkildəki kimi tarazlıqda qalır. Y cismin sürəti 5 metr bölü saniyə olarsa, kütlələrin nisbətini bizdən istəyir. Öncelikle məsələni dərk edək. Yəni buradakı MX, buradakı isə MY'dir. Və bizə VY'ın 5 metr bölü saniyə olduğunda təyin etmiş. Tarazlıqdadırsa öncelikle onu deyə bilərik ki, bura bir F ağırlıq qüvvəsi nədir? Göstərilir. F ağırlıq qüvvəsi və ipdə nə yaranır? Gərilmə qüvvəsi. Buna da dik gərilmə deyə bilərik. Və bu eyni ip olduğuna görə burada gərilmə qüvvələri nə olacaqdır? Eyni olacaqdır. Lakin burada bir məqam var ki, buradakı kürə, böyle tekerrüm yazar. Buradaki küre çevre boyunca hareket edir. Hareket ettiğine göre merkeze doğru merkezcil kuvve adlandırdığımız bir kuvve olur. Merkezcil kuvve. Yani tekerrüme kuvvesi nedir? Merkeze doğru çekir. Ama biz bilirik ki, bunu da işareti, biz bilirik ki burada böyle uzun çektim ki görünsün. Y, yani buranın da öz kütlesi, yani ağırlığı aşağıya doğru yönelmiş olacaktır. Kuvvesi merkeze doğru, kütlesi aşağıya doğru olduğu için yazacağıq. Tek gerilmə bərabərdir. Y-a göre yazıram bunu. M-Y-A, o da M-Y v kvadratı böl R. Sonra ve burada da tarazlıq sözünün dediğine göre yine tek gerilmə bərabərdir. M-X-J olarak yazırıq. Və bu tənlikləri bir-birinə əlaqələndirsək. Yeniden yazaq. Tek gerilmə bərabərdir. Y-a göre yazmıştık. Bir başa yazaq. Tek gerilmə bərabərdir. MX-J. Bunları əlaqələndirək. Yazaq. Bizə hansı lazım idi? MX böl MY. MX bölünsün MY. Burada çarpaz etsək. Belə yazacağıq. R kvadratı böl R. Hər birini yazacağıq. Yerini yazaq. Qiymətlərini 5'in kvadratı 20. Bu da 1. Bu da eləyir. 5 böl 2. C variantı.